Ya Rəbb, sənin kəlamın necə ki deyir ki, iki nəfər mənim adımla harda bir yerə yaşayacaqlarsa, nəyi bağlayacaqlar, nəyi açacaqlar? Ya Rəbb, sən göylərdə onu atsan, göylərdə onu bağlayan Rəbb sən atasan. Və biz də ata bu insanların həyatında, ya Rəbb, olmayan inkişafı sənin qarşıma gətiririk, ya Rəbb. Sənin əllərinə veririk, həvalə edirik, çünki sən bizim atamızsan. Ya Rəbb, dərslərimizi hara aparaq? Bizi narahat edən bir şeylər hara aparaq? Kimə verək, ya Rəbb? Yeganə xilas edici sən deyilmisən, ya Rəbb? Cavab verən sən deyilmisən, ya Rəbb? Və sənin əllərinə veririk, ya Rəbb, sənin ixtiyarına buraxırıq. Səni sadəcə tanıyıb öz yollarında gedənlər var. Ya Rəbb, səndən heç xəbəri olmayanlar da var, ya Rəbb. Və biz dua edirik, ata. Onların xilasını diləyirik, ya Rəbb. O xilas onların həyatlarında böyük bir anlam olsun, ya Rəbb. O xilas onların həyatlarının hər bir sahəsini işıqlandırsın. Onların beyinləri, düşüncələri, bilişləri, idraçları sənin tərəfindən qurulsun deyə dua edirik, ya Rəbb. Ya Rəbb, sənə yalvarıram. Xilas et onları, ya Rəbb. Qoy ata bu xilas onların həyatını tamamilə çılçırağa çevirsin. Ya Rəbb, gücü, qüdrəti verən sənsən, ya Rəbb. Artıran, çoxaldan sənsən, ya Rəbb. Dua edirəm, ata. Dua edib sənin qarşıma gəlirəm. Diz çökürəm sənin qarşında, ya Rəbb. Səndə fəryad edirəm, ya Rəbb. Sənin ata, o kölgən qoy onların üzərlərinə gəlsin. Sənin o kölgən onların həyatlarını tamamilə, ya Rəbb, yox yerdən inkişafa çevirsin. Və onlarda elə bir böyük bir inkişaf başlasın ki, ya Rəbb, sənin ruhun, müqəddəs ruhun, onların üzlərini ata, getdiyi yoldan tamamilə, ya Rəbb, sənə tərəf çevirsin. Və onlarda böyük bir yenilik başlasın. Böyük bir güc başlasın, ya Rəbb. O çayxanalara, o restoranlara, o kafelərə meyilli olanlar, telefonlarını əllərindən yerə qoymayıb, ya Rəbb, ağla gələn bir şeylərə, ya Rəbb, o telefonda, kompüterlərdə baxan hər bir kəsi mən sənin qarşıma gətirirəm. Sənin əllərinə verirəm, ya Rəbb. Dəyişdir onları, ya Rəbb. Sən bu interneti elə belə vermədin, ya Rəbb. Sən ata, onu verdin ki, ya Rəbb. Bu gün biz bir-birimizlə, hərəmiz bir köşədənik, hərəmiz bir qəsəbədənik, bir şəhərdənik, bir kətdənik. Ancaq bir yerdə yığışıb sənə dua edirik, ya Rəbb. Səni izzətləndiririk, səni şərəfləndiririk, sənə fəryadımızı çatdırırıq. Ya Rəbb, qoy onlar da ata, eləcə ata, ya Rəbb, bu internetdən, ya Rəbb, ancaq sənin ata, o gözəlliyinlə tanış olsunlar. Ya Rəbb, sən qadirsən onları dəyişdirməyə, onların həyatlarını tamamilə yönləndirməyə qadirsən. Onları ata o tüstüdən azad et, ya Rəbb. O siqaretin tüstüsündən, o zəhərindən azad et, ya Rəbb. O içkinin verdiyi, ya Rəbb. Ya Rəbb, düzgün olmayan ata, o ateşdən azad et, ya Rəbb. O içki ki, onların başlarını tamamilə səndən, yaratdığın övladlarını səndən uzaqlaşdırır, ya Rəbb. O içki ki, onlara ata, tamamilə insanlıqdan aparır, ya Rəbb. Səndən istəyib, səndən diləyirəm. Ya Rəbb, qüdrətin bunları azad edə bilər, ya Rəbb. Sənin bir kəlmən onları azad edə bilər. Necə ki, Şaula yaxınlaşdın. Sənin övladlarını didən, tökən, öldürən, Şaulu sən ata, ən yaxşı, sevimli övladlarından biri etdin, ya Rəbb. Dəyişdirdin onun beynini, içini, daxilini, tamamilə özünə dərk etməni ona verə bildin. Sən çünki qadirsən. Ya Rəbb, mənəm deyənləri sən dəyişdirə bilən yeganə ata, yeganə güc sahibisən. Öz gözəl müqəddəs ruhunun huzuru altında ata, Edendən gələn ata, o şəfa çayında onları üzdür, ya Rəbb. Onları tamamilə
öz müqəddəs ruhunla vəftiz et, ya Rəbb. Sənin ruhun, ata, onları təmizləsin və təqdis etsin. Necə ki Musaları, necə ki ata yazgirləri, necə ki Yeşayaları xilas etdi, ya Rəbb. Daniyelləri xilas etdi, ya Rəbb. Şirlərin pəncəsindən xilas etdi, ya Rəbb. Necə ki Daniyelə ata sən əsl ata olduğunu, Rəbb olduğunu, harda olmasına baxmayaraq, o dustaqlıqda belə səni şərəfləndirdiyini sən ona astın və göstərdin və ona o gücü verdin. Eləcə də onlara ata, o gücü, o qüvvəni verə bilən yeganə ata, yeganə güc sahibisən. Məhəbbətin, mərhəmətin onları xilas etsin. Dünyanın bu xovu zinciri qırılsın və sökülsün, tökülsün. Dünyanın bu xovundan, zincirindən tamamilə ayır dolub ata. Və irəlidə sənə qaçsınlar və sənə çatsınlar, ya Rəbb. Hər bir şeytani şər ruhları, murdar ruhları, ölü ruhlarını, itki ruhunu, hər bir dünyavi ruhları onların üzərlərində bağlayıram və atıram dibsiz dərinliklərə. Məhbus edirəm, dustaq edirəm, atıram dibsiz dərinliklərə. İsa'nın ismində, İsa'nın adında. Hər bir dünyavi ruhu, dillərdə, ağızlarda istən, gələn hər bir söyüş ruhunu, hər bir düzgün olmayan qayda qanunları, onlar ki yaşayır, vərdişə çeviriblər, ya Rəbb. O vərdişləri onların üzərlərində bağlayıram və atıram dibsiz dərinliklərə. Və sənin müqəddəs ruhunun atəşini, qanını bəyan edirəm onların üzərlərinə. O qan ki, qoy onların bütün bədənlərini azad etsin. Bütün fikirlərini dünyadan azad etsin. Bütün beyinləri tamamilə azad olsun. Və onlar ata, iqrar edib deyə bilsin. Ya Rəbbi Səməsi, səndən başqa yoxdur. Və səndən başqa olmayacaq. Sən alfa və omeqasan. Sən başlanğıc və sonsan. Sən öncədən vardın. Məni yaradan sənsən. Mənim hər bir həyatımın sahəsi sənin əllərində olsun. Qoy hər bir dil, ağız iqrar etsin ata səni. Dayanmadan səni iqrar etsin deyə dua edirəm. İsa'nın ismi ilə. Halleluya. Amin, amin.